Azərbaycana qarşı cinayətlər törətmiş erməni hərbi cinayətkarlarına ömürlük cəza oxundu. Bakı Hərbi Məhkəməsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanun və qaydalarının pozulması, terrorçuluq, terrorçuluğun maliyyələşdirilməsi, hakimiyyəti zorla ələ keçirilməsi və saxlanılması, eləcə də digər çoxsaylı cinayətlər üzrə təqsirləndirilən şəxslərə cəzalar verilib. Məhkəmənin qərarına əsasən Arayik Harutunyan, Levon Mnatsakanyan, David Manukyan, David İşxanyan və David Babayan ömürlük azadlıqdan məhrum ediliblər. Məhkəmə istintaqı zamanı ömürlük cəzanı nəzərdə tutan cinayətlərin sübuta yetirilməsinə baxmayaraq, yaş həddi 65 yaşına çatdığı üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin tələblərinə əsasən bəzi təqsirləndirilən şəxslərə ömürlük deyil, fərqli cəzalar tətbiq olunub. Belə ki, Arkadi Qukasyan və Bako Sahakyan 20 il müddətinə, Madat Babayan isə 19 il müddətinə azadlıqdan məhrum edilib. Bundan əlavə, Melikset Paşayan 19 il, Qarik Martirosyan 18 il, David Allahverdiyan və Levon Balayan 16 il, Vasili Beqlaryan, Gurgen Stepanyan və Erik Qazaryan isə 15 il müddətinə azadlıqdan məhrum ediliblər.